Salam uşaqlar, bugün mən sizə kimyanın ilkin anlayışların ətraflı yazı tələb olunan cavabları növbəti sualların izahını verəcəm. İlk öncə nəzəri məlumatı, testlərin izahını verməmişdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm. Mənim özümün açdığı bir sınaq qrupu var ki, burada 9-cu, 10-cu, 11-ci siniflərə daxil olmaqla hər kəs qoşula bilər. Bu sınaq qrupunun əsas mahiyyəti nədir? Mənim özümün hazırladığı və yaxud da bəzi qəbullar, seçilmiş suallar var ki, onlardan sınaqlar var. Və mən həmin o sınaqları bu qrupa yönləndirəcəm. Müəyyən bir vaxt çərçivəsində siz bu sualları işləyəcəksiniz, sınağı işləyəcəksiniz. Sonra mən sizə doğru variantları atacağam. Yoxladıqdan sonra mən özüm qeyd edəcəm və birinci, ikinci, üçüncü yer qaliblərini həmin o qrupda müəyyənləşdirəcəyik. Həftədə 3 dəfə olmaqla bu sınaq qruplarımızda sınaqlar atılacaq. Bu həm motivasiya xarakterlidir, həvəsləndiricidir və eyni zamanda sizin bu sınaqda bilmədiyiniz səhv suallarınız ki ola bilər. Həmin bu səhv suallarınız və bilmədiklərinizi mən sınaq üçün yenidən həmin o sınağı ekran kaydına, necə ki bu YouTube-da paylaşıram, ekran kaydına alıram və bu ekran kaydını mən o qrupa yönləndirəcəm. Siz oradan səhv suallarınızı və yaxud da bilmədiklərinizi rahatlıqla öyrənə bilərsiniz. Və bilək ki, bu sınaq qruplarımız ödənişsizdir. Kim ki sınaq qrupumuza qoşulmaq istəyir, 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilər. Gəlin indi 15-ci sualımıza baxaq. 15-ci sualımızda deyir ki, reaksiya daxil olan maddələr verib, mis və kükürt verib. Mis və kükürdün qarşılıqlı təsirindən alınır kuprum S. Bizə deyir ki, misin kütləsi 4M'dir, kükürdün kütləsi isə M'dir. Yazıram bura 4M, burada yazıram M. Niyə yuxarı hissəyə yazıram? Çünki mən sizə demişəm ki, şərtdə verilən ifadələr hər zaman tənlikdə yuxarı hissəyə qeyd olunur. Və reaksiya nəticəsində alınan kuprum S-in kütləsi isə bizə verib ki, 48 qramdır. Yazdım yuxarıya 48 qram. Aşağı hissəsini isə əgər ki, yuxarı hissədə ifadələr qramlarla ifadə olunubsa, aşağı hissədə də biz həmin o maddələrin emirlərini yazırıq. Mis üçün 64, kükürt üçün 32, kuprum S üçün də 96 qramı qeyd edirəm. Və bizə şərtdə deyir ki, maddələrdən biri tam reaksiya daxil olarsa, hansı maddənin tam reaksiya daxil olmasını bilməkdən ötürü biz mol anlayışından istifadə edirik. Molda uşaqlar əgər bilənlər varsa bilir, bilməyənlər varsa burada deyim, new hərfi ilə işarə olunur. Və molun tapılma qaydasına əsasən yuxarıdakı olan ifadəni biz aşağıdakı olan ifadəyə bölürük. Belə ki, mis üçün 4M-i böləcəyik 64-ə, kükürt üçün isə n2 bərabərdir, M bölünsün 32 ilə hesablayacağıq. Və hansının ki qiyməti daha kiçikdir, o tam reaksiya daxil olur. Siz müqayisə ilə əsas görəcəksiniz ki, M bölünsün 32, 4M bölünsün 64-ə nəzərən kiçik bir qiymətdir. Deməli, kükürt tam reaksiya daxil olur. Kükürt tam reaksiya daxil olmaq nə deməkdir? Yəni, kükürdün başlanğıcda verilən miqdarının hamısı reaksiya daxil olub və ondan heç bir artıq qalmayıb. Və hansının ki molu azdır, dedik o tam reaksiya daxil olur və biz ona əsasən tənasibi həll edirik. Yəni, tənasibi biz bu cür qururuq. Belə ki, biz buradan M-in qiymətini hesablamaq istəsək, 32-ni vururuq 48-ə, bölürük 96-ya. Buradan M-in 16 qiymətini tapırıq. Deməli, M oldu 16 qram. Deməli, uşaqlar, bizə başlanğıcda, baxın, bura yazıram, başlanğıcda 4M qədər mis verib. Yəni, 4 vurulsun 16, 64 qram mis verib. M qramda kükürt, yəni 16 qramda kükürt verib. Bu 16 qram kükürt dedik ki, nüsə az olduğu üçün o tam reaksiya daxil olub. Ondan heç bir şey artıq qalmayıb. Amma misin nə qədər reaksiya daxil olduğunu biz bilmirik. Nə qədər reaksiya daxil olduğunu və nə qədər artıq qaldığını bilmirik. Və biz bunu hesablamamız məqsədi ilə misin yuxarı hissəsindəki olan ifadəyə bir A qiyməti veririk. A-nın üzərinə gəlirik, kükürdün yuxarısındakı olan qiymət M. M-i də hesabladıq ki, 16-dır. Üzərinə gəlirik 16, bərabər edirik kuprum S-in yuxarıdakı olan ifadəyə, yəni 48-ə. Buradan da A-nın 32 qram olduğunu hesabladıq. Deməli, 32 qram mis reaksiya daxil olub. Bizə isə başlanğıcda 64 qram mis vermişdi. 64 qram misdən 32 qram mis reaksiya daxil olubsa uşaqlar, nə qədər artıq qalıb? Bəli, 64-dən çıxırsınız 32, deməli 32 qram mis artıq qalar. Artıq qalar. Və bizə şərtdə deyir ki, birinci sualda deyir ki, M-in qiymətini tap, M-in qiymətini tapdıq 16. İkinci sualda deyir ki, reaksiyadan sonra qabda olan bərk qalığın tərkibində kuprum S-in kütlə payını hesablayın. Reaksiyadan sonra uşaqlar bizdə alınan maddə kuprum S-in qramı 48 qram o alınır. 48 qram deməli kuprum S alınır və artıq qalan maddə 32 qramda mis alınır. Artıq qalan 32 qram mis bu qabın tərkibində olur. İndi bizə deyir ki, kuprum S-in kütlə payı. Nəyin bizdən kütlə payını soruşursa, onun miqdarını biz yazırıq sürətdə. Kuprum S-in miqdarı 48 olduğu üçün 48-i yazırıq sürətdə. Və ümumi məxrəcdə olan hissəsində isə ümumi qiyməti yazırıq. Qabda 48 qram kuprum S, 32 qramda dedik mis var.
ümumi nə qədər qarışıq var? 48 ilə 32-nin cəmi 80-dir. 48-i bölürsüz 80-ə, vurursunuz 100%-ə. Burada da doğru variant olur 60%. Deməli, birinci sualın cavabı 16, ikinci sualın cavabı isə 60% olacaq. Gəlin uşaqlar, indi isə baxalım 16-cı suala. A maddəsinin tərkibinə daxil olan elementləri verib, X elementi və Y elementi. Amma bu X və Y elementinin atom sayı ayrı-ayrılıqda nə qədər olduğunu bilmirik. Ona görə X üçün A atom sayı, Y üçün isə B atom sayını qeyd edirik. Bizə deyir ki, həmin bu birləşmədə X elementinin kütlə payı 70%-dir, Y elementinin kütlə payı isə 30%-dir. Yazıram, omega X bərabərdir. X vurulsun, X atomunun sayı nə qədərdir? A qədərdir. X-i vurursunuz A-ya. Bölürsünüz ümumi emerin qiymətini. X vurulsun A, üzərinə gəlsin B vurulsun Y. Bərabər eləyəcəksiniz 70%, yəni 70 bölünsün 100 deməkdir. Burada ixtisar gedir, ona olur onda 7 şəklində. Omega Y üçün tapırıq. Y vurulsun B, bölünsün X vurulsun A, üzərinə gəlsin B vurulsun Y bərabərdir 30 bölünsün 100. Bu da ixtisar gedir, olur onda 3 şəklində. Gəlin uşaqlar, indi bizə nə deyir? Deyir ki, ayır X bölünsün ayır Y 3,5-dir. X-i Y-ə bölüb olub 3,5. Onda sizə desəm ki, X neçədir? Deyəcəksiniz ki, tənasübünü həll edib deyəcəksiniz ki, 3,5 Y-dir. Deməli, harada ki X görürsünüz, ora 3,5 Y yazırsınız. Onda baxın, yaza bilərsiniz ki, X üçün, baxın, bu ifadəni birinci gəlin yazağın. Burada X görürsünüz. Yazacaqsınız 3,5 Y vurulsun A, bölünsün 3,5 Y vurulsun A, üzərinə gəlsin B, Y bərabərdir 10'da 7. İkinci omega Y üçün də hesablayanda yazacaqsınız ki, Y vurulsun B, bölünsün 3,5 Y vurulsun A, üzərinə gəlsin B, Y bərabərdir 10'da 3 şəklini yazacaqsınız. Və biz hər tərəfdə ixtisar edəndə görürük ki, bunlar ixtisar gedir, onlar ixtisar gedir, Y-lər ixtisar gedir və 3,5A-nın 7-yə bərabər olduğunu görürük. Onda deyirik ki, 3,5A əgər 7-dirsə, o zaman A-nın qiyməti olmuş olacaq 2 və B-nin də qiymətin 3 olduğunu görürəm. B də bərabər olmuş olacaq 3. Deməli, A-nın 2, B-nin də 3 qiymətini hesablamış olduq. Deməli, onda bizim A maddəmiz X2, Y3 olmuş olacaq. Və bizdən birinci sualda soruşur ki, molekulda atomların sayı 2X atomu və 3Y atomu ümumilikdə 5 atomdur. İkinci sualda da soruşur ki, N-i hesablayın. N-dəki MR-A bölünsün ayır Y-dir. MR-A uşaqlar. Deməli, X2, Y3-də 2X atomu və 3Y atomunun cəmidir. Və onu biz böləcəyik 3Y. Böləcəksiniz təkcə Y atomuna. 1X atomunda 3,5 Y olduğunu qeyd elədik. 2-ni vuracaqsınız 3,5 Y, yəni 7 Y. Üzərə gələcəksiniz 3Y, böləcəksiniz Y. 10 Y böləndə eləyəcək 10. İkinci sualda doğru cavab olur 10. Gəlin indi baxalım 17-ci suala. Sabit valentli X metaldır. 2 valentli olduğunu qeyd edilib. 10 oksidir. Oksigen də bilirsiniz ki, 2 valentlidir. İxtisar gedir olur XO. Və oksidin nisbi molekul kütləsi deyir ki, A-dır. Deməli, deyirsiniz ki, X üstəgəlsin 16 bərabərdir A-ya. Və hidroksidin kütləsi isə B olduğunu qeyd edir. Onda olacaq XOH2. Çünki OH ümumilikdə 1 valentlidir. Əgər X 2 valentli olarsa, X deməli, OH-ın ayağının altına gələcək 2 şəklində, bir də X-in ayağının altına gələcək 1 şəklində. Deməli, XOH2 olmuş olacaq ki, bunun da emeri X üstəgəlsin 34, yəni B olmuş olacaq. Və Y üçün isə yazırıq ki, deməli, Y2O3 olacaq. Çünki Y-in valentli 3 valentlidir. Oksiddə Y2O3 olacaq və onun emeri olacaq 2Y üstəgəlsin 48 bərabərdir C-yə. Bir də hidroksidin içində yazırıq ki, emeri bərabərdir YOH3 bərabər olmuş olacaq. Y üstəgəlsin 51 bərabərdir C-24 şəklində olmuş olacaq. Və C-nin bu qiymətini C yaxı deyir ki, Y üstəgəlsin 48-dir. Gəlib burada vəz edirik. Y üstəgəlsin 51 bərabərdir 2Y üstəgəlsin 48 çıxılsın 24. Y üstəgəlsin 51 bərabərdir 2Y üstəgəlsin 24-ə. Buradan da Y-in 27 qiymətini hesabladıq. Y oldu 27. Bizə birinci sualda deyir ki, B çıxılsın A fərqini hesablayın. B-yə verib X üstəgəlsin 34, A-ya da verib ki, X üstəgəlsin 16. Çıxanda uşaqlar olacaq 18. Deməli, birinci sualın cavabı olur 18. İkinci sualda isə C-nin qiymətini soruşur. C-nin də qiyməti 2Y üstəgəlsin 48-dir axı. Yazacaqsınız ki, 2 vurulsun 27, üzərinə gəlsin 48. 54 ilə də 48-in cavabı olacaq 102.
İndi gəlin baxaq 18-ci suala. Deməli 2x atomun üzərinə oksigen atomu gəlib və olub 2, daha doğrusu oksigen molekulu gəlib olur 2xO tənliyi üzrə reaksiya daxil olan və alınan maddələrin kütlələrinin zamandan asılı olaraq dəyişmə qrafiki verilmişdir. Deyir ki, B bölünsün A bərabərdir 1/12. 1/12 uşaqlar 112 bölünsün 100 deməkdir də. Bizə deyir ki, bu x elementin nisbi atom kütləsini hesablayın, bir də B-nin qiymətini hesablayın. Uşaqlar, baxın, görürsünüz ki, reaksiya tənliyi üzrə 2 dənə aşağı ox var. Aşağı deməli düşən ox var, bir dənə də yuxarı qalxan ox var. Aşağı düşən oxlar uşaqlar reaksiya daxil olan maddələri göstərir, yuxarı qalxan ox isə reaksiyadan alınan maddəni göstərir. İndi görürsünüz ki, bir dəqiqə bunu silim. Reaksiya daxil olan maddələr X atomu, X elementi ilə oksigen elementidir. İndi X A-da başlayıb 20-yə düşür. Nə qədər deməli reaksiya daxil olub? A çıxılsın 20 qram reaksiya daxil olub. Oksigendəki 32-dən başlayıb 0-a düşübsə, deməli bu da 32-dir. Və reaksiya tənliyi üzrə də alınan maddənin məhsulunu verib B. Yazacaqsınız ki, onda A üstə gəlsin 12 bərabərdir B-yə. Və deyir ki, B bölünsün A da bərabərdir 112 bölünsün 100-dür. Yazacaqsınız ki, A bölünsün 12 bölünsün A bərabərdir 112 bölünsün 100. Yazacaqsınız ki, tənasüblə 112A bərabərdir 100A üzərinə gəlinsin 1200. 12A bərabərdir 1200-də. Buradan da A-nın qiymətini 100 tapırsınız. A 100-dür. Onda B neçə olmuş olacaq? 100 də gəlsin 12, B də olacaq 112. Bizdən birinci sualda B-nin qiymətini soruşur. Deməli 112-dir. İkinci sualda istəyir X elementinin nisbi atom kütləsini hesablayın. Uşaqlar, X elementi bizdən nisbi atom kütləsini soruşur. 2xO atomu, 2xO molekulunda 2 vurulsun, X də gəlsin, oksigen 16-dır, bərabərdir dedik. Məhsulun qiyməti B neçə olur? 112-yə. Bərabər edirsiniz 112-yə. Buradan hesablayırsınız ki, X də gəlsin 16 bərabərdir 56-ya. X də buradan bərabər olmuş olacaq 40. Və ikinci sualda da X elementin nisbi atom kütləsi 40 olmuş olacaq. Burada da bütün sualların izahını vermiş olduq. İnşallah ki, bir də qaranlıq, əgər ki, bir sualınız qalsa, deməli yorumlara yaza bilərsiniz və yaxud da mənim şəxsi WhatsApp-a yaza bilərsiniz.